Hər il pomidor şitillerini torpağa köçürəndən sonra eyni mənzərəni görürsünüzsə, kollar yerində donub qalırsa, günün altında süzülürsə, yarpaqlar boşalırsa və siz də gah su qabına, gah da gübrəyə əl atırsınızsa, deməli problem çox vaxt əkindən əvvəl yox, məhz əkindən sonraki ilk günlərdə başlayır. Ən təhlükəli dövr də elə budur. Çünki pomidor kolunu birinci həftədə çox vaxt baxımsızlıq yox, artıq qayğı zəiflədir. Salam dostlar, bugün pomidor şitillerini torpağa köçürəndən sonra ilk 7 gündə nə etmək lazım olduğunu sadə dildə danışacağıq. Məqsəd odur ki, kol nə günün altında əziyyət çəksin, nə də yerində dayanıb qalsın. Sakitcə kök atsın, özünə gəlsin və sonra normal böyüməyə başlasın. Əvvəlcə bunu yadda saxlayın. Əkindən sonraki ilk həftədə pomidora ən çox lazım olan şey gübrə deyil. Ona sakitlik, hava, normal nəm və nəfəs alan torpaq lazımdır. Əgər əkən vaxt çalıya biraz qida, kompost və ya yaxşı hazırlanmış torpaq vermisinizsə, birinci həftə əlavə gübrə tökməyə tələsməyin. Çala artıq kola başlanğıc üçün lazım olanı verib. Sizin əsas işiniz isə kökün torpağa sakitcə alışmasına mane olmamaqdır. Pomidoru vaxtından əvvəl qamçılamaq lazım deyil. Əvvəlcə qoyun kök atsın. Kök yerini tutandan sonra kol özü hərəkətə gələcək. İndi gəlin günbəgün baxaq. Əkin günü şitili torpağa düzgün yerləşdirirsiniz. Dibini yaxşıca basırsınız və normal su verirsiniz ki, torpaq kökün ətrafına otursun. Kök havada qalmasın, boşluq yaranmasın. Həmin gün üçün işiniz bununla bitir. Bir neçə saatdan sonra yenə qaçıb su tökməyə ehtiyac yoxdur. Axşam bir də yoxlayım, bəlkə az su verilib deyə düşünməyin. Daha tez böyüsün deyə dərhal gübrə vermək də lazım deyil. Əkin günü sadə qayda var. Əkdiniz, su verdiniz və kolu rahat buraxdınız. Birinci və ikinci gün çox adam narahat olmağa başlayır. Kol əvvəlki kimi dik görünmür. Yarpaq biraz yumşalır. Günorta saatlarında sanki halsızlaşır. Xüsusilə Abşeronun küləkli havasında, Aran bölgəsinin isti günündə və ya Naxçıvanda quru havada bu hal daha tez görünə bilər. Amma bu dərhal fəlakət demək deyil. Pomidor torpağa köçürülən kimi birdən böyüməyə məcbur deyil. O əvvəlcə kökü ilə yeni yerə alışır. Ona görə bu günlərdə boy atmasına yox, ümumi vəziyyətinə baxın. Kolun baş hissəsi canlıdırmı? Gövdə özünü saxlayırmı? Yarpaqlar tamamilə süzülmürmü? Kol yavaş-yavaş özünə gəlirmi? Əsas məsələ budur. Bu mərhələdə ən böyük səhv artıq su verməkdir. Bugün əkirlər, sabah yenə sulayırlar. O biri gün bir də sulayırlar. Çox vaxt torpağın suya ehtiyacı olduğuna görə yox, bağbanın ürəyi rahat olmadığına görə. Belə etməyin. Əvvəlcə torpağa baxın. Təkcə üst qatına yox, biraz dərinə baxın. Üstü qurumuş görünə bilər, amma aşağı hissə hələ nəm ola bilər. Əgər torpağın içi nəmdirsə, su verməyin. İlk günlərdə pomidor çox vaxt susuzluqdan yox, artıq sudan əziyyət çəkir. Kök hələ işləməyə başlamayıb, siz isə onu yaş torpağın içində boğursunuz. Üçüncü və dördüncü gün artıq daha diqqətli olmaq lazımdır. Əgər kol canlıdırsa, rəngi pisə getmirsə, baş hissəsi tam sallanmırsa, yarpaqlar gündən günə daha da pisləşmirsə, deməli hər şey normal gedir. Kol hələ gözdə görünən böyümə göstərməyə bilər. Bu tam normaldır. Bu günlərdə yaxşı əlamət sürətli böyümə deyil. Yaxşı əlamət odur ki, kol pisləşmir və tədricən yığışır. Amma üçüncü, dördüncü gün görürsünüzsə ki, vəziyyət yaxşılaşmaq əvəzinə ağırlaşır, onda səbəb axtarmaq lazımdır. Adətən problem 3 yerdən çıxır. Ya su çox verilib, ya istixanada hava çatmır və istilik yığılıb, ya da torpaq hələ soyuqdur və kök işləmək istəmir. Bəzən də şitil çox isti günə düşür. Azərbaycanda yazın axırı və yayın əvvəli hava birdən dəyişir. Səhər sərin olur. Günorta isə günəş çox sərt vurur. Belə havada yeni əkilmiş şitil üçün əsas məsələ qida yox, rahat şəraitdir. İstixanaya ayrıca diqqət etmək lazımdır. Əgər şitilləri əkəndən sonra istixananı tam bağlayıb, içəridə buxar kimi hava yaratmısınızsa, pomidor bundan razı qalmayacaq. Əkindən sonra ona nəfəs almaq lazımdır. İstixana isti ola bilər, amma havasız olmamalıdır. Günorta saatlarında içəridə hava çox qızırsa, qapı və pəncərələri açın, havalandırma edin. Çox vaxt pomidor ona görə yerində dayanır ki, ona nəsə çatmır.
Amma daha çox ona görə dayanır ki, biz onu öz əlimizlə qızdırıb yoruruq. Açıq sahədə isə günəşə və küləyə baxmaq lazımdır. Şitil evdə, eyvanda və ya tingilikdə yaxşı görünə bilər. Amma torpağa köçürülən kimi sərt günəşə və quru küləyə düşəndə bir anda süzülür. Əgər görürsünüzsə ki, kol çətinlik çəkir, inad etməyə ehtiyac yoxdur. 1-2 gün yüngül kölgə vermək çox normaldır. Bunun üçün kölgə torundan, nazik örtükdən və ya sadə müvəqqəti kölgəlikdən istifadə etmək olar. Məqsəd kolu ərköyün etmək deyil, məqsəd onun kök atmasına imkan verməkdir. Sizə qəhrəmanlıq göstərən yox, sağlam qalan pomidor kol lazımdır. 5-ci, 6-cı və 7-ci gün artıq kolun əkinə necə girdiyi daha aydın görünür. Əgər pomidor normal uyğunlaşırsa, bunu xüsusi bir işarə axtarmadan görəcəksiniz. Gövdə daha inamlı dayanır, yarpaqlar əvvəlkindən canlı görünür. Baş hissə ölü kimi dayanmır. Kolun ümumi görünüşü artıq torpaqdan çıxarılıb, yenidən bastırılmış kimi yox, yerini tapan bitki kimi olur. Bu mərhələdə yenə də tələsmək lazım deyil. Bir həftə keçdi deyə avtomatik gübrə verməyin. Əvvəl kola baxın. Əgər özünə gəlirsə, yığışırsa, rəngi normaldırsa, deməli ona mane olmayın. Gübrə məsələsini açıq deyim. Əkindən sonraki ilk həftədə əl dərhal maye gübrəyə getməməlidir. Əgər pomidor normal torpağa əkilibsə, çalaya az da olsa qida verilibsə, torpaq tam kasıb deyilsə, kol üçün indi ən vacib şey yemək yox, kök salmaqdır. Çox adam səhvi burada edir. Kök hələ torpağa yapışmayıb, amma biz artıq onu böyüməyə məcbur edirik. Halbuki əvvəl kök işləməlidir, sonra yarpaq və gövdə güclənməlidir. 1-ci həftə kolun dibini tez-tez eşələmək də lazım deyil. Kök hələ yeni yerə alışır. Siz isə onun ətrafında torpağı qarışdırırsınız. Vaxtı gələndə yumşaldarsınız, alaq təmizləyərsiniz, malç qoyarsınız. Amma ilk günlərdə pomidora aktiv xidmət yox, sakitlik lazımdır. İndi isə ən sadə formada deyək. Əkindən sonraki ilk həftədə nə normaldır, nə isə artıq narahatlıq siqnaldır. Kol dərhal böyümürsə, amma dağılmırsa, bu normaldır. Yarpaqlar biraz zəif görünürsə, amma baş hissə canlıdırsa, bu da normaldır. Aşağı yarpaqlardan biri ideal deyilsə, amma kolun mərkəzi sağlamdırsa, buna görə panikaya düşməyin. Pomidor bir həftədə möcüzə göstərməyə borclu deyil. Amma kol hər gün daha da pisə gedirsə, yarpaqlar təkcə günorta istisində yox, səhər-axşamda sallanmış qalırsa, rəng saralmağa və ya solmağa başlayırsa, baş hissə canlı görünmürsə, torpaq gah palçıq, gah daş kimi olursa, onda dayanıb səbəbi tapmaq lazımdır. İstixanada hava hamam kimi qızıbsa, su çox verilibsə, kök nəfəs almırsa və ya açıq sahədə şitil, sərt günəş altında yanırsa, sadəcə gözləmək də iş düzəlməyə bilər. Onda şəraiti düzəltmək lazımdır. Qısa desək, ilk 7 gün belə olmalıdır. Əkin günü şitili düzgün əkirsiniz və bir dəfə yaxşı su verirsiniz. İlk 2 gün panikaya düşmürsünüz və səbəbsiz yerə su tökmürsünüz. 3-cü və 4-cü gün kolun ümumi vəziyyətinə baxırsınız. Ondan dərhal böyümə tələb etmirsiniz. 5-ci, 6-cı və 7-ci gün onun necə uyğunlaşdığını qiymətləndirirsiniz və hər şey normal gedirsə, artıq gübrə və artıq müdaxilə ilə ritmini pozmursunuz. Pomidoru qayğı ilə yormayın. 1-ci həftədə ona çox vaxt yeni prosedurlar yox, normal rejim lazımdır. Hava lazımdır, ölçülü nəm lazımdır, günün sərt istisindən qorunmaq lazımdır və ən əsası, kökün torpağa sakitcə bağlanmasına vaxt lazımdır. Sizdə pomidor şitilləri torpağa köçürüləndən sonra daha çox nə baş verir? Yerində dayanır, istidə süzülür, aşağıdan saralır, yoxsa tez özünə gəlib böyüməyə başlayır? Şərhlərdə yazın, birlikdə baxaq. Belə sadə və işə yarayan bağ məsləhətləri sizə faydalıdırsa, kanala abunə olun. Burada hər şey sakit, aydın və artıq söz olmadan izah edirik.